Niyyətdir lüğətdə məqsəd, hədəf, insanın qayəsi. Burada niyyət dedikdə deyir, etiqadla bağlı olan kitablarda niyyət deyəndə başqa şey nəzərdə tutulur. Fiqhlə bağlı olan, fiqhi əhkamlarla bağlı olan kitablarda niyyət deyəndə başa düşülən başqadır. Etiqadla bağlı olan kitablara niyyət dedikdə əməlin ixlasdır, yoxsa başqa bir niyyətlə edilməsidir. Yəni qəlbə aid olan hissəsidir. Yəni bu insan bu əməlini ixlasla eləyir, Allah üçün eləyir, yoxsa riya olaraq eləyir. Bir də var ki, fiqh kitablarında niyyət gələndə, yəni əməli əməldən fərqləndirir. Məsəl üçün, fərzi fərzdən fərqləndirir. Məsələn, sən 4 rükət zöhr namazı qılırsan və eləcə də 4 rükət əsr namazı qılırsan. İkisi də fərzdir, amma bunların rükətləri də eynidir, qılınma formaları da eynidir, amma bunları bir-birindən ayıran nədir? Sənin niyyətindir. Fiqh babından gələndə ki, niyyət, bax, fərzi fərzdən ayırır. Ki, hansı fərzsə, niyyəti hansıdır? Və yaxud da ki, fərzi nafilədən ayırır. Məsəl üçün, sübhün 2 rükət nafiləsi və yaxud da sübhün 2 rükət fərzi. Və yaxud da ki, digər namazlarda olan məğribin, məsələn, 2 rükət sünnəti. Bunları bir-birindən ayıran nədir? Niyyətdir yenə də. Sünnətin niyyəti ayrıdır, fərzin niyyəti ayrıdır. Və həmçinin ibadətləri adətlərdən ayırır. Məsələn, ibadətlər bir var ki, cənabətdən olan qüsuldur. Eyni şəkildə yuyunursan. Bir də var ki, sərinləmək üçün alınan qüsul, yuyunursan və yaxud da ki, təmizlənmək üçün olan qüsul. Bunların şəkli, zahiri eynidir. Amma bunları bir-birindən fərqləndirən nədir? Niyyətdir. Vacib olan qüslün niyyəti ibadət üçün olan nədir? Niyyətdir. Amma bir də var ki, sərinlənmək üçün olan, bu isə adi bir yuyunmadır. Yəni bunların da arasını nə edir? Niyyət bəlli eləyir. Ona görə hər bir işə daxil, niyyət hər bir işə daxildir. Birincisi ixlas, ixlası bəlli etmək üçün, ikinci tərəfdə nədir? Əməlləri özü arasında bir-birindən ayırmaq üçün.